Nə vaxt ürəyim anidən çöldə hazırlanan dönərlərdən istəsə, mütləq anında bunu hazırlayıram. Yadınıza gəlirsə, illər öncə sizinlə bir dönər resepti paylaşmışdım, amma bu dönəri hazırlamaq üçün tam bir gün gözləmək lazımdır. Amma indi hazırlayacağınız dönər o qədər asan və ləzzətlidir ki, tam çöl ləzzətində. 20-30 dəqiqə ərzində bunu bişirib hazırlaya bilərsiniz. Bizə toyuğun bu dibi hissəsi lazımdır. Bu dibi hissəsini sümüylə ayırırıq. Bir qabın içərisinə 60 ml duru yağ, duz, istiot, qırmızı paprika, qırmızı şirin toz bibər, sarı kök və istədiyiniz ədviyyatları əlavə edə bilərsiniz. Yarı soğan suyu 2 dişdə sarımsaq əlavə eləyin və başlayın belə qarışdırmağa. Yağlı kağızı videoda gördüyünüz kimi bükürsüz, ətləri üst-üstə əlavə eləyib öncədən istinmiş 190 dərəcəli sobada 35-40 dəqiqə bişirin. Tam çöl ləzzətində dadına doyulmaz bir dönərləriniz olacaq. İnanın bunu uşaqlarınız da çox sevəcək. İstəsəniz lavaşda, istəsəniz porsiyon dönər kimi, istəsəniz də əsl dönər çörəyin içərisində bunu servis edin və dadının necə ləzzətli olduğunu mənə geri dönüş edin. Bu səfər sadəcə pomidor, xiyar, mayonez və biraz da tomat sosundan əlavə elədim. Lavaşa bükdüm və həmin toyuğun yağından lavaşın hər tərəfindən fırça ilə çəkdikdən sonra tavada oy-süz qızartdım. Siz bir bu gözəlliyə baxın. Vaxt aparmadan ətin marinatda gözlətməyə ehtiyac olmadan eyni ləzzət, eyni dad. İstəsəniz çörəkdə, lavaşda və yaxud da belə porsiyon dönər formasında da yeyə bilərsiniz.